Salam dostlar. Society of Chemical Engineers podkastına xoş gəlmisiniz. Laboratoriyadan gələn söhbətlər davam edir. Bu dəfə bioparçalana bilən üzvü polimerlərdən söz açacağam. Bu məqalə üçün Leyla İmaniyə təşəkkür edirik. Dünyada hər il milyonlarla ton plastik istehsal olunur və bu materialların əksəriyyəti təbiətdə parçalanmadan 100 illərlə qalır. Təkcə estetik deyil, ekoloji fəlakətə çevrilən bu tullantılar dənizlərdə canlıları boğur, torpağın məhsuldarlığını azaldır və mikro zərrəciklər formasında insan orqanizminə qədər çatır. Bu problemin qarşısını almaq üçün ən perspektivli həll yollarından biri isə bioparçalana bilən üzvü polimerlər, yəni təbii şəraitdə mikroorqanizmlər tərəfindən parçalana bilən sintetik materiallardır. Polimer anlayışı ilə başlayaq. Polimerlər bir-birinə kimyəvi bağlarla bağlanmış, çox saylı monomer molekullarından ibarət makromolekullardır. Ənənəvi plastiklər, məsələn polietilen və polipropilen əsasən neft mənşəli monomerlərdən ibarətdir və bu quruluş təbiətdə mikroorqanizmlər tərəfindən tanınmadığı üçün demək olar ki, parçalanmır. Lakin bioparçalana bilən üzvü polimerlər ya təbii mənşəli monomerlərdən sintez olunur, ya da bakteriyalar tərəfindən birbaşa biosintez yolu ilə hazırlanır və onların strukturunda təbiətdə mövcud olan fermentlər tərəfindən tanınan funksial qruplar olur. Məsələn, ester və ya amid bağları. Ən geniş yayılmış bioparçalana bilən polimerlərdən biri poliaktik turşudur. O, qarğıdalı, şəkər qamışı və digər nişastalı bitkilərdən alınan qlukozanın fermentasiya yolu ilə laktik turşu çevrilməsi, daha sonra isə bu turşunun polimerləşməsi ilə əldə edilir. Poliaktik turşunun üstünlükləri arasında şəffaflıq, termoplastik davranış və sənaye şəraitində sürətli bioparçalama qabiliyyəti var. Amma çatışmazlıqları da mövcuddur. Məsələn, yüksək temperaturda mexaniki dayanıqlığı azdır və ev şəraitində parçalama prosesi olduqca yavaşdır. Daha çevik və müxtəlif şəraitlərə uyğun olan bir digər mühüm polimer isə polihidroksialkanatdır. Onlar təbii olaraq bəzi bakteriyalar tərəfindən karbon mənbələri ilə qidalandığı sintez olunur və hüceyrə daxili enerji ehtiyatı kimi toplanır. Polihidroksialkanatların tərkibinə və molekulyar quruluşuna görə fərqli fiziki xüsusiyyətlərə malik ola bilər. Bəziləri elastik, digərləri isə sərt və kövrək olur. Onların ən vacib üstünlüyü isə su mühitində də daxil olmaqla geniş ekoloji şəraitdə asanlıqla parçalanmasıdır. Bəs yaxşı, kimya mühəndisinin burada rolu nədir? Bioparçalana bilən polimerlərin təbiətdə parçalanması qədər onların istifadə zamanı stabilliyi də önəmlidir. Kimya mühəndisləri bu materialların mexaniki, istilik və optik xüsusiyyətlərini tənzimləmək üçün kopolimerləşmə, əlavə maddələr və ya nanokompozit texnologiyalarından istifadə edirlər. Məqsəd isə təbii mənşəli və parçalana bilən, lakin gündəlik istifadəyə tam uyğun, funksional bir material yaratmaqdır. Yəni bir dəfəlik stəkanın isti içkiyə dözməsi, qablaşdırmanın qoxu keçirməməsi, tibbi materialların steril şəraitdə işləməsi kimi real problemləri həll etmək və bu mərhələdə sırf elmi deyil, eyni zamanda texnoloji yaradıcılıq tələb olunur. Nəticə olaraq bioparçalana bilən üzvü polimerlər yalnız alternativ materiallar deyil, onlar ekoloji məsuliyyətlə hazırlanmış mühəndis məhsullarıdır. Gələcəyin şəhərlərində, fabriklərində, hətta xəstəxanalarında bu materiallar plastikləri əvəz edəcək. Və bu keçid sadəcə istehsalat dəyişiklikləri deyil, həm də kimyanın və mühəndisliyin davamlı gələcəyi üçün birləşməsi ilə mümkündür.